İranda Qarabağ planı işə düşdü. Türklərlə Kürdləri buna görə toqquşdururlar. İrandakı molla rejiminin Güney Azərbaycanlılara qarşı etnik diskriminasiya siyasəti ildən ilə artır. Ana dilində təhsilin olmaması, assimilyasiya, siyasi repressiya, sosial-iqtisadi vəziyyətin pis olması, Güney Azərbaycanda sənayenin inkişafında maneələrin yaradılması bunu sübut edir. Əslində, yuxarıda qeyd etdiyim problemlər bu və ya başqa formada Güney üçün təhlükəli tendensiyadır. Ancaq bütün bunlarla yetinməyən rejim SSR məşhur planına da əl atır. Söhbət qonşu xalqları ərazi əsaslı qarşı-qarşıya qoyub etnik ədəvət yaratmaqdan gedir. Məlum olduğu kimi SSR 70 il ərzində 15 respublikanın siyasi sərhədlərini məqsədyönlü şəkildə qeyri-adekvat tərtib etdi. Cənubi Qafqaz, Mərkəzi Asiya regionlarında dünyanın heç bir regionunda olmayan anklav və eksklavlar yaradıldı. Bu da azmış kimi Qarabağın dağlıq hissəsinə erməniləri kütləvi şəkildə yerləşdirilərək gələcək perspektivdə münaqişələrin yaranması üçün baza formalaşdırdı. Hətta SSR-nin məşhur Qızıl Kürdistan layihəsi də olacaqdı, ancaq xoşbəxtlikdən bu plan baş tutmadı. İran bugün eyni siyasəti Güney Azərbaycanda başqa cür desək Qərbi Azərbaycan əyalətində edir. Rejim 10 ildən artıqdır ki, Qərbi Azərbaycan əyalətini kürdləşdirməyə çalışır. Düzdür, regionda kürdlər yaşayıb, ancaq sayları indiki kimi olmayıb. Yəni Güney Azərbaycan türklərinin sayı hər vaxt kürdlərdən çox olub. Molla rejimi əyalətinin İraqla sərhəd olmasından da istifadə edərək bölgəni kürdləşdirməyə çalışır. Vəziyyət o həddə çatıb ki, martın 18-də Kürdlər şənlik tədbirlərini siyasi mitində çevirərək Azərbaycan torpaqlarına, o cümlədən Urmiyaya torpaq iddiaları irəli sürüblər. Öz milli geyimlərində mərasimə qoşulan çox sayda mühacir Kürd və başqa şəhərlərdən Urmiyaya gətirilən qonaqlar Urmiya Kürdistandır şüarları səsləndirib. Bir neçə yerdə İraq Kürdistanının bayraqlarını qaldırıblar. Gözlənildiyi kimi Güney Azərbaycan türkləri də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində izdihamlı etiraz aksiyası keçirilib. Urmiyanın mərkəzi küçələrinə axışan 10 minlərlə Azərbaycanlı kürdlərin Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddialarına etiraz ediblər. Azərbaycan ayaqdır, kürdlər bizə qonaqdır, Azərbaycan var olsun, istəməyən qor olsun, Urmiya türkündür, türkün olacaq, Azərbaycan yatmayıb, Kürdə torpaq satmayıb. Azərbaycan yurdumuz, Urmiya buz qurdumuz və başqa bu kimi şüarlar ucaldıblar. Əslində Güney Azərbaycanlılar son illərdə tez-tez rejimə qarşı aksiyalar keçirir, səslərini sivil formada çatdırmaq istəyir. Ancaq hazırda vəziyyət göründüyü kimi bəsit deyil. İran açıq-aşkar SSR-nin ermənilər və Azərbaycanlılara etdiyi kimi kürdlər ilə Güney Azərbaycan türkləri arasında ərazi əsaslı etnik qarşıdurma yaratmaq istəyir. Baş verən hadisələrdən bu qənaətə gəlmək olar ki, plan uğurla icra olunur. Əslində ən az bini Azərbaycanlılar kimi kürdlər də İranı narahat edən etnik qrupdur. Hər iki etnik qrupun yaxın tarixdə dövlət qurmaq cəhdi olub. Çox bilinməsə də İranda keçən, əslində qısa müddətdə olan kürdlər dövlət qura bilir. Onu da deyim ki, kürdlər ilə Güney Azərbaycanlılar bir çox məsələdə ortaq hərəkət edib. Rejim gələcəkdə belə bir şeyin olmaması üçün bu planı aktivləşdirir, hər iki xalqı üz-üzə qoymağa çalışır. Nəticə etibarilə Urmiya və ətraf ərazilərdə baş verən aksiyalar hələlik müvəqqəti olsa da yaxın gələcəkdə kürdlər ilə Güney Azərbaycan türkləri arasında etnik qarşıdurmaların olma ehtimalından məlumat verir.